Assalamu alaikum, hər vaxtınız xeyir. Bu da 8-ci dərsimiz və daha bir hərəkət. Yetərincə baxımlı və maraqlı hərəkətdir. Birinci nümayiş elətdirim, ondan sonra keçə öyrənək. Yandan göstərim, profildən yəni, ayaqların necə işlədiyini görə bilərsiniz. Özünüz də gördüyünüz kimi yetərincə baxımlı hərəkətdir və hərəkət özü də yəni həm düz, həm də dönərək icra olunur və əlləri də, fərqli əllər, yəni o zövq söhbətidir ki, kimə necə xoşdursa elə işlədə bilər əlləri. Yəni əlləri standart bükülmüş biləklərlə ikinci pozisiyada saxlamaqda olar və sadəcə yanda, yəni boş biləklərlə və əllər bu cür olanda elə bu tərzdə də dönənlər. Əl qoyulur başa. Amma boş biləklər olanda bir sayında nöqtəni verəndə biləklərimizi açırıq. İndi ayaqları birinci öyrənək, sonra əlləri qayıdacaq. Deməli, ayaqlar profildən göstərim ki, çünki bu hərəkət daha çox profildən, yəni ki, icra tərzi daha da aydın görsənir. Deməli, o bir hərəkətlərə, yəni 6-cı, 7-ci dərslərimizdə öyrəndiyimiz hərəkətlərə oxşayır. Sadəcə olaraq, yəni daha çox 7-ci dərsdəki hərəkətə oxşur. Arxaya yadıza vururduq ayağımızı və bir sayında otururduq. Burada isə tamamilə eyni şeydir. Sadəcə olaraq, yəni ki, o hərəkətdə biz bədənlə dönmürdük. Burada isə düz də olunur, dönərək də olunur. Deməli, bir sayında ayağımızı büküb vururuq yerə. Amma vuranda beləncə arxaya vurmuruq. Düzdür, ayaq arxaya gedir. Amma hərəkət arxaya getdiyi qədər də aşağı gedir. Yuxarıdan aşağı. Və ayağı yuxarıdan aşağı doğru vururuq və sonra qaytarırıq. Və bir şey fikir verin. Bir sayında dayaq ayağı bükülür. O biri ayaq yerə gəlir. Və dizlər bir xət üzərində gəlir. Yəni bu düzdür. Bu tərzdə vuranda ayağımızı o avtomatik olaraq beli itələyir qabağa. Bu çox çətindir. Yəni yüksək tempdə həm çətindir, həm də ki səlqəsiz. Ayağı deməli bir sayında büküb vururuq yerə, yuxarıdan aşağı və ayaqlar bir xət üzrə, dizlər. 2 sayında qaytarırıq. Və ütüləməklə keçirik sol ayağa. Burada da büküb vururuq və qaytarırıq. Ütüləmə. Və bu hərəkət, yəni yavaş tempdə icra olunur. Bu hərəkəti orta və yaxud da yüksək tempdə eləsəz daha da məqsədə uyğun olar. Və əllər düz eləyəndə bu hərəkəti, yəni öncəki dərslərimizdə də demişdim ki, ümumiyyətlə fərqi yoxdur siz nə edirsiniz, yəni ki, ütüləmə edirsiniz və yaxud da ayağını vurub gətirirsiniz, ayağınızı vurub gətirirsiniz, yana işləmək olmaz. Ayaqlar həmişə düz işləyir. Lazım olanda yana gedir və düz qayıdır. Ütüləmə də düppəlin düzlükdə olur. Dönəndə nə edirik? Məsələn, tutalım edirsiniz 4 dəfə dönmədən edirsiniz. 4-cü dəfədən sonra ütüləmə hərəkəti ilə ki, keçəcəksiniz yenidən sağ 4-cü dəfə və yaxud da 8-ci dəfə fərqi yoxdur. Ümumiyyətlə, növbəti dərsimizdə mən hərəkətlərdən hərəkətə keçid dərsini öyrədəcəm.
indi biraz o barədə danışım. Deməli, siz tutalım eləyirsiniz 4 dəfə. Düz. Ütüləmə, 2, ütüləmə, 3, ütüləmə, 4-cü düşür sola və ikinci hissədə ütüləmə var. Əvvəlcədən ütüləmə ilə dönürsünüz 30 dərəcə sol tərəfə. Çünki sağ ayaq sol tərəfə açılır. Və burada bir sayında ayağı vırırıq yerə 30 dərəcəlik bucaq altında. Amma düz arxaya. Yəni, heç vaxt bədən 30 dərəcə dönübsə, ayaq aşağıda ondan artıq dönməməlidir. Bu 30 dərəcədə belə düz arxaya. 2 sayında açanda düz qabağa açılır. Ütüləməklə də dönürük yenidən 30 dərəcəyə. Yenə 1 sayında həmin bu bucaq altında ayağı vırırıq yerə və 2 sayında qaytarırıq qabağa. Ütüləməklə dönürük 30 dərəcə. Və əllər barədə. Əllər deməli, bu vəziyyətdə, yəni bu variantı götürəndə tutalım dönmüşük artıq bura 30 dərəcəyə. 1 sayında sağ ayaq işləyirdisə, sol əl büküləcək. Yəni onu öncəki dərslərdə də başa salmışam. Tamaşaçı qarşıdadırsa, ona tərəf üzü istəyirəm qoltuğumuzun altını göstərmirik. Yəni ona tərəf açıq olmalıdır korpus. Bir növ ünsiyyət, bir növ müraciət olmalıdır korpusuna. 1, 2 sayında isə əli qaytarırıq yerinə, ütüləməklə dönürük. Ütüləmədə əllər üçün eləmir. 1 sayda bükülür, 2 sayda açılır. Ütüləmə. Koordinasiya baxımından da bu çox asandır. Niyə? Çünki hər iki hərəkətdə də bükmə ayaqda da əldə də və açma ayaqda da əldə də. Və bu sinxron baş verdiyinə görə bu çox asandır. 1, 2. Başqa variantlar. Tutalım bu əllərdə. Burada başlanğıc vəziyyəti buradadır, bucaq altında. 1 sayında bu öncə vurguladığımız kimi əgər sola dönmüşüksə sol əldə büküləcək ki, tamaşaçı tərəf bükməyə əlimizi. Bu əl bükülərək gəlir sinənin üzərinə. Amma ortaya gətirib də dirsəyi aşağı salmaq olmaz. Və yaxud da qabağa gətirmək. Dirsək qalır yerində. Sadəcə olaraq əli gətiririk sol sinənin üzərinə. Baxın, diqqətlə fikir verin. 1. Və bu biləkdə burulur. Və hər iki biləyin, hər iki qolun barmaqları istiqaməti göstərir. Yəni bir istiqamətdə baxır. 1, 2 sayında isə ayağı açırıq qabağa, dediyim kimi, və əllər qayıdır standart vəziyyətə. Ütüləmədə də heç nə eləmir. Yenə 1 sayında göstərdik. Fikir verirsinizsə, sol əl açıqdır, barmaqlar da sol tərəfə baxır, sağ əlin barmaqları da sol tərəfə baxır. 2 sayında açırıq qabağa və əllər standart vəziyyətə qayıdır. Ütüləmə. Belə. Bir də başa salın. Deməli, standart vəziyyətdə işləyirik. 1, 2, ütüləmə, 1, 2, ütüləmə, 1, 2, ütüləmə, 1, 2, ütüləmə. Ütüləmə ilə döndük 30 dərəcə. Buradan 1, 2, ütüləmə, 1, 2, ütüləmə, 1, 2, ütüləmə, 1, 2, ütüləmə. O biri əllər. 1, 2, ütüləmə, 1, 2, ütüləmə, 1, 2, ütüləmə, 1, 2, ütüləmə. Bir daha musiqi ilə nümayiş elətdirim. Önə və yana, yəni profildən. Aydın görsəniz. Və bir şey də deyim, bu hərəkətdə 7-ci dərsdə, daha doğrusu 6-cı dərsdə keçdiyimiz bu hərəkətdə, bunlar yüksək tempə daha tez alışan hərəkətlərdir. Yəni, icrası asanda olduğuna görə
Ona görə yüksək tempdə bunları eləmək rahatdır. Allah qoysa növbəti dərsimizdə bu üç hərəkəti birlikdə, yəni hərəkətdən hərəkətə keçərək və o keçid tərzini də öyrədəcəm və özünüz görəcəksiniz ki, yəni oynayanda bir tək hərəkəti məsələn 8 dəfə 10 dəfə eləyib çəkilmirsiniz. Adam istəyir ki, biraz fərqlilik qalsın. Yəni inşallah onu növbəti dərsimizdə də göstərəcəm. İndi isə dərsin sonunda, yəni dərsi yekunlaşdırmaq üçün yüksək sürətdə bu hərəkəti göstərirəm və bu dərslik bu qədər. Düşünürəm ki, yetərincə məlumat verdim. Siz də bu yəni ki, məsləhətlərə, göstərişlərə əməl edərək Allahın köməyi ilə öyrənəcəksiniz. Diqqətinizə görə təşəkkür edirəm. İnşallah növbəti dərsimizdə görüşənəcək. Sağ olun.